Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub. Ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb. Bir müddət əvvəl Elbrus Namazov infarktdan dünyasını dəyişib. Təxminən 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadan gəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb. İyunun 6-sında günorta saatlarında Kainat Namazov növbəti dəfə anası Sevinç Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra Kainat Namazov qəflətən həyətdəki içərisində tez alışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub. Anası və bacısı Kainata mane olmaq istəsələr də alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib. Evin yandığını görən qonşular hadisə yerinə gələrək Kainat Namazovun əlindən baltanı alıb onu zərərsizləşdiriblər. 55 yaşlı Sevinç Həsənova xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Kainatın bacısı ağır açıq kəllə beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunub və o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.